Sizlərə mən 3-cü nəşr təsvir sənət kitabının yenilənmiş versiyasını göstərirəm ki, burada misal üçün yenilənmiş versiya ondan ibarətdir ki, əvvəllər misal üçün sadəcə testlər idi, yəni sınaqlar yox idi. Artıq hər siniflər üzrə 40 dənəlik test var, yəni ümumilikdə 340 dənə sınaqlar var ki, bu şəkildə siz artıq sınaqlar da sırf situasiya tiplidir ki, çünki qəbulda da bilirsiniz ki, 1-2 dənə sual da olsa, situasiya tipli suallar belə deyim salınır. Hər sinifdən sonra bu sınaqlar belə bu şəkildə əhatə olunub. 340 dənə yeni sınaq tipləri var və eyni zamanda belə deyim, səliqəli şəkildə hər bir sinif ayrı-ayrılıqda əhatə olunub və istər nəzəri, istər şəkilli versiyada hər bir şey bu kitabda əhatə olunub. Belə sınaqlar hansı ki, burada da qeyd olunub. Sınaqlardan başqa da mən sizə nəzəri hissələri göstərim ki, burada siz nəzəri hissələrlə də tanış ola bilərsiniz. Tutaq ki, hansısa, yəni birinci növbədə ümumiyyətcə, belə deyək də, birinci növbədə dərslikdən oxuyursunuz və dərslikdən əlavə kimi hardasa başqa yerdə olsaz, belə deyim, sizə ümumi oxuyandan sonra da bir daha üzərindən elə belə təkrar kimi getsə, sizə bu köməyinizə çatacaq nəzəri hissələr, belə şəkildə əlavələr salınıb ki, nəzəri hissələrdir, hər bir xalçaçılıq məktəbinə aid və eyni zamanda müxtəlif 8-9 sinif kitablarına aid belə nəzəri hissələr var. Buradan qısa şəkildə təkrar eləyə bilərsiniz. Pablo Picasso, Paul Cézanne dövrlərinə aid hər bir hissələr ayrı-ayrılıqda yığılıb və eyni zamanda burada biz bilirsiniz ki, qəbul illərində artıq məşğələ növləri də imtahana düşür ki, şagirdin fəaliyyəti məşğələ növü demək o deməkdir və onlara aid praktik şəkildə testlər var ki, 150-yə yaxın burada testlər əhatə olunub ki, siz məşğələ növlərini oxuyub işləyəndən sonra daha yaxşı dərk eləməyinizə belə deyim, kömək olacaq və hər siniflərində ayrı-ayrılıqda səliqəli şəkildə belə cavablar yığılıb ki, rahatlıqla siz işləyəndən sonra bu kitabın cavablarından belə deyək, yoxlayıb özünüzü nə dərəcədə olduğunuzu göstərə bilərsiniz.